Hər kəsə salam mənim əzizlərim. Düz 2 aydır ki, mən vlog paylaşmırdım və izah edəcəm niyə. Instagramda məni izləyənlər bilir ki, mən 2 aydır ki, Bakıya qayıtmışam və bu 2 ayı mən öz bəbişimlə keçirtdim. Belə deyək, 2 ay özümə istirahət verdim və elə bil ki, Türkiyədə biraz qaldıqdan sonra biraz lazım idi yenidən bura qaydanda öyrəşməyə, hər şeyə, işləri həll eləməyə, düzəltməyə hər şeyi. Və tam deyə bilərəm ki, bunların hamısını mən etdim 2 ay ərzində. Çox çətindir ölkədən ölkəyə köçməyə, çünki biz köçdük, biz istirahətə getməmişdik və indi yenidən Azərbaycandayıq, Bakıdayıq və getdikcə sizə deyəcəm necə idi, nəyə görə, niyə. Bilirəm ki, rəylərdə belə suallar olacaq. İndi isə istəyirəm ki, hələm Türkiyədə olanda vlog çəkmişdim və bu vlogu paylaşmamışdım. Amma mən bu vlogu çəkmişdim və çoxlu vloqlarım var. Sadəcə olaraq mən məsuliyyətsizəm, boynuma alıram. Amma mənim daimi izləyicilərim, əzizlərim var. Hansı ki, mənə Instagramda, nəinki Instagramda, WhatsAppda belə yazırlar ki, Nərminə vlog hanı? Hələm bir izləyicim də yazıb ki, mən sənin köməkçin olacağam. Mən sənə deyəcəm ki, nə vlog çəkmək lazımdır, nə vaxt paylaş və mən sənə deyəcəm ki, bugün paylaş. Qızlarım, hər birinizə təşəkkür edirəm. Hamı yazır, maraqlanır. Mən ölməmişəm, buradayam. Elə xanımlar var ki, Instagramları yoxdur. Ona görə xəbərləri də yoxdur məndən, çünki məni yalnız YouTube kanalından izləyirlər. Mən sağam, hər şey yaxşıdır. İstərdim ki, vloqa davam eləyək və vloqa baxaq. Onu da qeyd etmək istəyirəm ki, əgər məndən xəbəriniz yoxdursa YouTube-da, mütləq mənim Instagramıma keçin, çünki Instagramda story mən həmişə aktivam. Burada mən makiyaj eləyirəm. Mənim gündəlik rutinim. Son aralar ən sevdiyim tonal kremdən istifadə elədim. Estee Lauder Double Wear. Türkiyədə mən yavaş-yavaş çox az makiyaj eləməyə başlayırdım. Amma Bakıya qayıdan kimi qızlar bu dəyişdi. Nəysə, biz Türkiyədəyik. Elə təsəvvür eləyin ki, mən hələ Türkiyədəyəm və biz bu vloqa baxırıq. Bugünkü planımız gəzməkdir və getmədiyimiz yerlərə getmək idi. Digər vloqda da qeyd etmişdim ki, hələ ki yay sezonu açılmayıb deyə maraqlı yerlər yoxdur. Daha doğrusu hələm açılmayıb, çünki sezon deyil. Biz də Mursalla düşündük ki, tarixi maraqlı yerlərə gedək. Mən də istirdim qəşəng şəkillər çəkdirim, ona görə makiyaj edirəm və burada hələm saç düzümü deyiləyəm və sizə göstərəcəm nəyi necə edirəm. Makiyajımı standart elədim. Tonal krem, yüngül konturlama, ənlik, qaşlarımı düzəltdim və ən əsası kirpiklər. İndi isə keçirəm saçlara. Saçlarımı dünən yumuşdum. Saçlarımı yığanda, sonra açanda belə çox baxımsız görünür. Qırıq-qırıqdır, amma mütləq gərək mən bunu ukladka eləyim ki, belə görünməsin. Çünki çox səliqəsiz görünür. Yüngül belə havalı bir düz ukladka elədim. Məncə əla oldu. Havanı da tuta bilmirdim. İstidir, sərindir. Ona görə belə bir kardigan jaketdə giyindim. Bu kardiganı mən Temudan sifariş eləmişdim və çox gözəldir. Keyfiyyəti də, uzunluğu da idealdır. Belə gözəl də ev şəbşiblərim var. Çox rahat idi. Gərək Bakıda da tapın belə şəbşiblər. Bugün hava möhtəşəmdir. Çox qəşəngdir, istidir. Burada da belə kiosk var və bu kioskda siz fresh içə bilərsiniz. Qiymətlər də yazılıb yuxarıda. Çox münasibdir. Mən həmişə qatıram alma ilə kökü ya da alma kök apelsin freshi çox dadlı olur. Buradakı olan gəmilərdən ən çox bu gəmini xoşlayıram. Buna mən Sigan gəmisi deyirəm. Belə gəmi də var, amma bunu nəyə görə bəyənirəm? İlk öncə oturacaqları çoxdur. Bir də bu qıraqdan da girmək olar, yuxarıdan da girmək olar və belki arxa hissəsində həm oturacaqları çox, həm də yer çoxdur da. Yəni bir-iki nəfər yalnız dənizə baxmır da. Hamımız yəni durub orada dənizə baxa bilərik. Göstərəcəm. Əslində bunlar da açırlar. Hələ ki biraz küləklidir deyə açmırlar. Elə burada da gəmidə kişi belə freşlar satır. Özləri burada hazırlayırlar və satırlar.
Türkiyədə ən sevdiyim geyim mağazası Ambar idi. Bir də Adex idi. Bazarda da var fərqli geyimlər, Trendyol geyimləri, amma qiymətləri biraz baha idi. Bilmirəm niyə belədir, amma Trendyoldan qat-qat baha idi. Amma Ambarla Adex çox müasir geyimlər var idi və qiymətlər də çox münasib idi. Bir sözlə burada bazarın içində bir çox mağazalar var idi, kafelar var idi. Bəy, gəlin üçün fərqli geyimlər, butiklər. Mən bilmirəm, mən belə səsli küylü yerləri çox sevirəm. Bir sözlə bazardakı bu koloriti çox bəyənirəm. Belə maraqlı bir küçəyə gəldik. Bu küçənin adı Dario Marena'dır. Burada belə bir heykəl də var. Çox qəşəng küçədir, çox bəyənirəm. Bura turistik yerdir. Bir də biz indi istəyirik ora yuxarı qalxmağa, asansöra. Çox qəşəngdir burada. Və çox istidir. Mən hətta bu jaketi çıxartdım. Bu da həmən o məşhur asansör, lift. Çox köhnə liftdir. Amma yəni indiyənə kimi təbii ki, restavrasiya ediblər daha belə deyək, daha nadejni şəkildə. Elektronika, elektrikdir, qalxır, düşür, pulsuz şəkildədir. Bir də orada yuxarıda da kafelar var. Amma liftlə özünə belə qalxmaq ödənişsizdir. Və burada dəhşət çox turistlər var. Ama işte bir ventilasyon yoktur. Bastınız mı? Basıldı. İyi. Sen böyle gel çocuk. Kapı beyler kapanır. Kapalı. Allah korusun. Elimden mi gelmiş? Kalkırıp yukarı. Ne güzel düşünülmüş değil mi? Yıllar önce. Buradan çok qəşəng belə görüntü var. Panorama qəşəngdir çox. Wow. Çok güzel değil. Burada belə kafelar var və panorama. Bir dənə bu panoramaya baxın. Allah'ın eyvallah Rabbil Alemin. İnternetdə araşdırdıq ki, yaxınlığımızda tarixi bir qala var və girişdə pulsuzdur. Dedik ki, gedək baxaq, amma nə yalan deyim, çox da bəyənmədim çünki çox baxımsız idi. Amma tarixi bir yer idi, yenə də şəkil çəkdirdik, gəzdik. Sanki içəri şəhərdir, amma əgər zombi apokalipsis olsaydı və heç kəs orada yaşamasaydı, qalmasaydı. Elə bil ki, içəri şəhərdə hardasa bir 70 il, 80 il əvvəl, amma baxımsız. Bir də çox hündürdə idi. Ben de bir fikirleşirəm ki, onu eləsən, yox olmaz. Allah güvəzəm səni. Bura belə biraz içəri şəhərə oxşuyur. Amma nə yalan deyim, buradan elə də xoşum gəlmədi. Niyə? Çünki çox hündürdür. Bir də baxımsızdır, gözəldir, amma baxımsızdır. Bir də deyəsən burada bunlar qalırlar, hə? Orada belə bisetkalar belə görünür ki, özləri üçün düzəldiblər. Buranı tam belə başa düşmədim bura. Nədir yəni?
parkdır ya insanlar bəlkə girib. Nə? Nə? Yəni də insanlar gəlib burada piknik eləyə bilərlər. Amma heç kəs yoxdur. Bir də çox tarixi yerdir yəni. Amma mən yoruldum nə yalan deyim. Yəni bir dəfə gəlmək, baxmaq və getmək. Baxa görə hara getdik, nə var orada. Avtobus da keçir ha burada. Burada belə bir pilləkən tapdıq, hündür. Bir pilləkən elə bil 3 pilləkəndir. Qalxaq görək. Nədir? Gəldik belə bir yerdir. Amma mənzərə həqiqətən wow. Bu tərəfə də çox qəşəngdir axı. Çox hündürdür, çox küləklidir bura əslində. Burada biraz kefim yoxdur. Yəni elə bu. Dağın başına çıxdıq, düşdük və buna hələm 40 manatda taksiyə pul ödədik. Pis oldu. Biz yenidən qayıtdıq qonaka, çünki biraz acdıq. Həm də ki, bayaq getdiyimiz yer bura yaxın idi deyə. Aha, düz gedirik də deyəsən. Orada məsciddir. Məscidin yanında bir dənə belə balıq kafesi var. Orada çox dadlı balıq ekmek verirlər, midyələr verirlər. Burada belki de en tatlısı odur da yani. Elə bil ki, bura belə deyək də turistik belə bazar kimidir, amma burada çoxlu kafelar var, yəni şirniyyatlar var. Hətta belə deyək də brend belə bir çox yəni məşhur olan yer elə burdadır, yəni. Yəni Karşıyaka'da, Alsancaqda heç yoxdur, yəni ora mərkəzdə, amma burada var o kafelar. Doludur burada kafelar. Baxın, burada brend əşyalar da tapmaq olar. Bu da qiyməti. Amma lazımdır eşməyə baxmaq hamısını bir. Brend olanlar da var, brend olmayanlar da var. Amma yenilər hamısı. Yəni geyinilmiş deyirlər. Düşünürük ki, Bakıya qaydanda buradan belə şirniyyatlar almağa qəşəngdir. Hədiyyəli. Hamburger, patates, sandviç, kokoreç, döner. Bir yeri buradır, amma biz burada oturmuruq. Biz ən çox qabaqda da bir dənə yer var, orada otururuq. Hətta keçən vlogdan mən çəkmişdim, göstərmişdim. Burada. Biz artıq Egekentdəyik, bizim evimizin yanında. Biz o tərəfdə qalırıq, İstiqbalın yanında. Sadəcə avtobusla gəldik və burada düşdük. Burada çox böyük A101 mağazası var. Bu mağazalar elə bil ki, buradan necə deyim, Bravo market kimidir. Amma bu böyükdür. Sadəcə çox hündürdə idi deyə bura, yəni biz ayaqla örgəşməmişik də belə hündür qalxmağa. Ona görə məcburi burada düşdük ki, bu A101-ə gedək. Amma yenə də nə qədər də ayaqla gəlmişik ki, buraya üçün yoruldum. Belə bir marketdir, amma nə yalan deyim, elə bizim yanımızda da marketdə hər şey var. Məncə biraz şişirdi, belə reklam eləyirlər. Amma bəzi şeylər həqiqətən də, yəni yaxşı indirimdədir. Yəni bizdə məsələn südlər 50 TL, 60 TL, amma burada 26 TL. Düzdür, bu bilinmir hansıdır, amma görsəz başqaları var. Məsələn Pinar. Bunlar artıq 50 TL'dir var. Bunlar amma daha ucuzdular. Burada belə künəfələr var. Soyuq paxlava var, makaronlar var. Maraqlı belə cheesecake tortiklar var. Hazır şəkildə alırsınız və yeyirsiniz. Burada baxın kapi necədir. Belə qablaşdırmadadır və Lipton'un fərqli dadları var. Marakuya, mango dadlıdır. Bir də qarpız olan da dadlıdır.
Evə girən kimi də bu da bizim Mursal'la günlük rutinimiz idi. Səhər, günorta, axşam Zeynlə söhbət edirdik. Allah bütün balaları saxlasın, xoşbəxt eləsin, həmçində bizim balamızı. Bu uşaq mamasının həyatıdır. Siz bəlkə də inanmazsınız, mən nə dərəcədə darıxmışdım. Evə girən kimi hər şeyi atdım, qaçdım Zeynin üstünə. Elə gəldim ki, üstünə uşaq qorxdu. Teşekkürler. Burada herkeste makyajı var. Bir de buna bakın. Yani bunlar sattık makyaj falan değil. Yani Targovuydu sanki. Ve herkesin makyajı var. Orada da ne kadar var. Biz indi yadımıza düşdük ki biz Türkiye'ye gelenden McDonald's'tan sipariş eləməmişdik, heç nə yeməmişdik. Baxa görə nə var burada. Menü elə eynidir bizimki kimi. Ha, hər şey eynidir. Qiymətdə də çox da düşük. Nə? Hətta daha az bu şeylər var. Yəni maestro burger falan yoxdur. Mursal bayaq gələndə uzaqdan elən baxana deyir, uyda bu nə uzun binadır. Məncə burada bir 30 plus mərtəbə olar. Saymağa həvəs yoxdur burası. 1, 2, 3, 4, 5, 6, 7, 8 həvəsim yoxdur. Bir bu hündürdür, bir də hansıydı o? Aha. Elə bil ki bunun arkasında da var, o da hündürdür. Mac'dan sipariş elədik. 2 dənə Big Mac, menü və 4 nuggets və 2 krılışka belə bir şey. Krılışka 2 idi ya, bir də nə idi? Haradasa 620 TL oldu. Bir də ki burada sos var, amma çox az seçim var. Vəbşi ümumiyyətlə burgerlarında seçimləri azdır. Çok burgerlar yoktu. Burger istiyorum. Bu vlog artıq sona çatır. Sonda biraz qarışıq vlog alındı, amma məncə siz məni başa düşdünüz. Fikrim hələ də bu binada qalıb.